Bismillahirrahmanirrahim. Bugün müasir dünyada ictimai və siyasi dini məsələlərdə ən çox adı çəkilən şəxslərdən biri də Ayətullah Seyyid Əli Xamneydir. Kimdir Ayətullah Xamneyi? Bugün dünya gündəmini zəbt edən siyasi mövzularda ən çox adı çəkilən şəxslərdən biri əslən Azərbaycanlı olan və bugün Ayətullah titulu ilə, ləqəbi ilə tanınan Seyyid Əli Xamneyidir. Adı Əlidir. Kamil formada ona Seyyid Əli Xamneyi deyilir. Miladi təqvimi ilə 1939-cu ildə aprel ayının 19-da, Hicri qəməri təqvimi ilə 1358-ci ildə Səfər ayının 28-də Müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir. Adının əvvəlində Seyyid kəlməsi işlədilir. Müsəlman dünyasında ən şərəfli, fəzilətli nəsillər Seyyid nəsli hesab olunur. Onlar Peyğəmbərə bağlıdır. Seyyid Əli Xamneyi də Peyğəmbərin nəslindəndir. Soyu da İmam Hüseyn əleyhissalamın nəslinə çıxır. Yəni Hüseyni Seyyidlərdəndir. Həsəni Seyyidlər var, bir də Hüseyni. O Hüseyni Seyyidlərdən hesab olunur. Xamneyi isə bəzən də qısa ona Ayətullah Xamneyi deyilir. Xamneyi bu günləri İranda, hal-hazırda İranın Şərqi Azərbaycan vilayətinin Şəbüstər şəhərinin yaxınlığında mərkəzi hissəsində olan bir məntəqənin şəhərin adıdır. Təbrizlə Xamneyinin fasiləsi 72 kilometrdir. Əksəriyyəti də Azərbaycanlılar yaşayır və Azərbaycanca danışırlar. Buna əsasən deməli, ümmət baxımından özü Seyyiddirsə, Peyğəmbər nəslindən hesab olunur, amma millət baxımından isə Xamneyi Azərbaycanın bir şəhəridir və onu Azərbaycanı hesab etmək olar. Ana tərəfdən də o cümlədən onun Seyyidliyi 6-cı imamımız İmam Cəfər Sadiq əleyhissalamın nəslinə çatır. Deməli, Ayətullah Xamneyi ata tərəfdən həm Seyyiddir, həm də ana tərəfdən Seyyid hesab olunur. Atası Ayətullah Seyyid Cavad Xamneyidir. O da alim və Ayətullah olmuşdur. Nəcəf şəhərində təhsil almışdır və hətta həyatında Nəcəf şəhərində oxuduğu müddətdə ustadlarının, müəllimlərinin arasında əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan Ayətullah Qərəvi, İsfahani, Kompani, Naxçıvani, əslən Naxçıvandan olduğuna görə adı qeyd olunmuşdur. Nəcəf şəhərində o cümlədən onun oturub durduğu, münasibətli olduğu alimlərin arasında əslən Bakıdan olan Şeyx Hüseyn Batkubenin də adı qeyd olunmuşdur. Sonradan Məşhəd şəhərinə köçmüşdür və Məşhəd şəhərində yaşamışdır. Ayətullah Xamneyini həm də ən çox bibisi əri şəhid Şeyx Məhəmməd Xiyabani ilə tanıyırlar. Azərbaycanda tanınmış və adı çəkilmiş adamlardan biri də şah rejiminə qarşı mübarizə aparan və bu yolda şəhid olan insanlardan biri Şeyx Məhəmməd Xiyabanidir. O Ayətullah Xamneyinin bibisi əri hesab olunur. Şəhid Xiyabani haqqında maraqlana bilərsiniz. Azərbaycanda, Bakıda, Gəncədə, Bərdədə adına küçə var. Məhəmməd Xiyabaninin adına. Gəncədə onun hətta büstü qoyulmuşdur. Buna maraqlana bilərsiniz. Təhsili və elm sahəsində fəaliyyəti. İslam dinin Cəfəri məzhəbində şiyələr arasında ən üstün elmi dərəcə Ayətullahdır. Və Ayətullah Xamneyi ən üstün dərəcə Ayətullah dərəcəsinə qədər yüksəlmişdir. Eyni halda o, fəqih, siyasətçi, tarixçi, Quran elmlərində sahib nəzər, tərcüməçi, yazıcı, şair və ədib hesab olunur. Ayətullah Xamneyi Fars, Azərbaycan və ərəb dillərində sərbəst danışır. İngilis dilində də müəyyən qədər danışa bilir. Natiqdir. Natiqli sənədində çox üstün bir şəxslərdən hesab olunur. Nitqi çox gözəldir. Elə buna görə də şair Hafiz haqqında keçirilən simpozumda onun çıxışı ən seçilmiş əsərlər arasında qeyd olunmuşdur. 30 ildən çoxdur ki, o BMT səviyyəsində seçilmiş nitqlərdən biri kimi adı qeyd olunmuşdur. Ayətullah Xamneyi ilk ruhani təhsilini Məşhəddə, sonra Qum şəhərində, sonra Nəcəfdə almışdır. Deməli, onun təhsili İslam elm mərkəzlərinin üçündə də olmuşdur. Həm Məşhəddə, həm Qumda, həm də Nəcəf şəhərində. O cümlədən də Ayətullah Xamneyi məntiq və fəlsəfə elmlərini, astronomiya elmini də oxumuşdur. Və 18 yaşında müctəhidlik dərəcəsini qazanaraq Ayətullah Milaninin dərslərində qatılmışdır. Sonradan qısa müddətdə başqa ustadların, müəllimlərdən də elmi faydaları aparılmışdır. Təbrizdən olan müasir filosof, Quran müfəssiri Əllamə Tabatabayının da dərslərində iştirak etmişdir. Siyasi fəaliyyəti. Ayətullah Xamneyinin siyasi fəaliyyəti mərhum İmam Xümeyni ilə bir yerdə çiyin-çiyinə şah rejiminə qarşı mübarizə aparmışdır.
və bu müddətdə o 6 dəfə həbs olunub, bir dəfə sürgünə göndərilmişdir və inqilab olandan sonra bir dəfə Əbu Zər məscidində terrora məruz qalmışdır və bunun nəticəsində sağ əli iflic olmuşdur və bu günləri o canlı şəhid qazi hesab olunur. İnqilabdan sonra müxtəlif vəzifələr tutmuşdur. Tehran kimi böyük şəhərin, paytaxtın imam cüməsi olmuşdur, cümə namazını qılmışdır. Milli Məclisdə deputat vəkil olmuşdur. Müxtəlif dövlət orqanlarında İmam Xomeynin nümayəndəsi olmuşdur və 2 dəfə ardıcıl olaraq İran İslam Respublikasının prezidenti seçilmişdir. Son hal-hazırda İmam Xomeyni dünyasını dəyişəndən sonra ekspertlər məclisi, ayətullahlar yaxud Xubraqan məclisi tərəfindən vilayət fəqih müsəlman dünyasında ən böyük rəhbər kimi bu vəzifəyə seçilmişdir. 1989-cu ildə 49 yaşından indiyə qədər hal-hazırda vilayət fəqih vəzifəsini daşıyır. Ayətullah Xameneyi din xadimi, ayətullah, müctehid olmaqla yanaşı, müasir dünyada da elmi məsələlərə, tərəqqiyə çox önəm verən şəxslərdən biri hesab olunur. O, elm və texnologiyanın inkişafını dəstəkləyir. İlk ruhanilərdəndir ki, kök hüceyrələrin, klonlaşmanın, nanotexnologiyanın tədqiqatlarına dəstəyin vermişdir və İranda böyük nailiyyətlər onun sayəsində əldə olunmuşdur. Atom enerjisi sahəsində irəliləyişə xüsusi önəm verir və bilirsiniz, bunun siyasi məsələlərdə hal-hazırda gündəmdir. Bugün İranın hətta kosmosa peyk göndərməsində də əsas onun müstəsna rol olmuşdur. İran bugün dünyada ekspertlərin hesablamalarına əsasən elm inkişafında 15 respublikanın sırasındadır. Məntəqədə 1-ci yerdədir. Bu beynəlxalq qurumların verdiyi statistikaya əsaslənir. Maraqlı xüsusiyyətləri. Ayətullah Xameneyinin maraqlı xüsusiyyətlərdən biri də sadə yaşayışıdır. O, İranın dini ali lideri olmağına baxmayaraq milyonlarla insan onu tabi olub, təqlid edib, müctehid kimi onu qəbul etməyinə baxmayaraq çox sadə yaşayır, dost düşmən bunu etiraf edir, sadə evi var, sadə yeməyi var, sadə geyinir, hətta qızının toyu yayılmışdır ki, çox sadə formada olmuşdur. Həyat yoldaşı ailəsi xüsusi xəstəxanadan istifadə etmir, dəfələrlə özü xəstəxanaya getmişdir. Bir anda görürlər ki, Ayətullah Xameneyi xəstəxanaya gəlmişdir, səbəb budur ki, onun yaxınlarından biri xəstəxanada müalicə alır. Dini, mənəvi cəhətdən sadəlik bundan ibarətdir ki, məclislərdə onun haqqında şüar veriləndə canımız sənə fəda olsun, o isə əvəzində insanlara tövsiyəsi budur ki, hamımızın canı İslama fəda olsun. Və əlindən terror nəticəsində iflic olub qazi olduqdan sonra onun əlinin müalicəsi Çində olduğunu ona təklif edirlər, amma Ayətullah Xameneyinin cavabı bu olur. Əgər bu müalicənin pulu Beytülmaldan ödənəcəksə, gərək bütün müharibə əlilləri üçün Çində bu müalicə təşkil olunsun. Yox, əgər mənim şəxsi pulumdan veriləcəksə, mənim buna şəxsi pulum yoxdur. Ona görə də o vaxtdan terror olunandan sonra hələ də əli iflic vəziyyətdə durur. Dünya ədəbiyyatı ilə maraqlanan insandır. Dini ədəbiyyatla yanaşı dünya ədəbiyyatını oxuyur. Viktor Hugo və Tolstoyun, o cümlədən də Dostoyevskinin, Charles Dickens'in və digərlərin, hətta Latın Amerikasında olan bəzi romanları, əsərləri alıb oxuyur. Dəfələrlə dünyanın müxtəlif yerlərindən gələn qonaqlara danışmışdır. Hamısı onun belə geniş mütaliəsinə heyran qalmışdır. İranda tanınmış ayətullahlardan İmam Zamanla görüşməyi belə iddia olunan ayətullahlardan biri Ayətullah Nasiridir. Onun sözünə əsasən Ayətullah Xameneyi İmam Zaman ağanın nümayəndəsi hesab olunur və onun qəlbi İmam Zaman ağanın əlindədir. Tanınmış arif, çoxlarının tanıdığı Azərbaycanlıların ziyarətə yerlərində ziyarətinə getdiyi Ayətullah Behçət Ayətullah Xameneyi haqqında belə deyir. Bir gün Ayətullah Xameneyi Qum şəhərinə gəlir və insanlar küçələrə axışırlar, onu qarşılasınlar. Ayətullah Behçət də 90 yaşında özü küçəyə xüsusi qonaqların qismində yox, cəmaatla birgə Ayətullah Xameneyi qarşılamağa gedir. Ona deyəndə ki, sən qocaq saqqalsan və qarşılanmağa gəlməyə də bilərsən, əziyyət olarsan, o isə bunu inkar edir, rədd edir və özü dediyi cümlə bu olur. Əgər cəmaat bilsəydi, bu seyyidin qarşılanmasında nə savab var, heç kəs evində əyləşməzdi. Ayətullah Xameneyi rəhbər təyin olunanda, Ayətullah Behçətin özünə deyəndə ki, bu cavandır, belə rəhbər seçildi, narahat olub, tez cavabında belə deyir. Bir dəfə bu sözü Əli ilə İslam haqqında dediniz, 7 arxamız ondan əziyyət çəkdi. Son, Ayətullah Behçətin son dediyi çox var, amma birin mən sonda bunu demək istəyirəm. Ayətullah Behçətin özünə Xameneyi ağanın haqqında bir nəfər pis danışanda narahat olub dediyi cümlə budur. Ailəsini idarə edə bilməyənlər İslam dünyasını idarə edən şəxs haqqında danışırlar. Ondan üstün rəhbər
yoxumuzdur. Ayətullah Misbah tanınmış filosof, dünya səviyyəsində tanınmış filosoflardan hesab olunur, həm də alimdir. Onun özü cümləsinə əsasən İmam Zaman ağanın qeybət dövründə Ayətullah Xamneyə qədər üstün bir şəxs şiə dünyası görməmişdir. Ayətullah Vahid Xorasani onun haqqında yaxşı sözlər demişdir, onu tərifləmişdir və o cümlədən də dediyi ətrafına öz damadı Ayətullah Larizaniyə dediyi söz budur ki, onu tək qoymayın, o Seyidi tək qoymayın, ona kömək edin. Fazil Lənkərani, Azərbaycanda tanınmış Lənkəran şəhərində olan böyük müstəhid alim özü ona itaətin vacib olduğunu qeyd etmişdir. Müasir Ayətullah Məkarim Şirazi onun haqqında dediyi cümlə bundan ibarətdir ki, nəinki sadə insanlar, məraci, təqlidlər, təqlid mərzələri, müştəhidlər belə onun hökmünə qulaq asmağı vacibdir, itaət etməyi vacibdir. Ayətullah Arif Həsənzadə Amili tanınmış şəxsdir. Haqqında elə sözlər deyilib, özü də müasir elmlərdə astronomiya, kimya, fizika, o cümlədən İslam elmlərində sahib nəzər olmuşdur. Ayətullah Həsənzadə Amilinin dediyi cümlə bundan ibarətdir ki, qulağınız Ayətullah Xamneyinin ağzında olsun, onu eşidin. Çünki onun da qulaqları Xatəmül Ənbiyanın yaxud da İmam Zaman ağanın ağzındadır. O, onlardan qaynaqlanır, faydalanır. Siz də onun sözünə qulaq asın. Və Ayətullah Xamneyi ilə görüşəndə Ayətullah Həsənzadə Amili çox hörmətlə yanaşır, onun qabağında diz üstə yanaşır. Ayətullah Xamneyi ondan xahiş edir ki, mənim yanımda belə diz üstə əyləşmə. O isə cavabında bunu belə deyir. Əgər sizdən indiyə qədər bir məkruh, bəyənilməyən əməl görsəydim, bunu etməzdim. Böyük bir alimdir. Müasir siyasi dünyamızda Rusiyanın prezidenti Vladimir Putin İrandan gələn siyasi xadimlərə görüşdükdə onun qədrini bilməyini tapşırır və dediyi cümlə budur ki, mən tapşırmışam, onun bütün çıxışlarını tərcümə etsinlər, mənə versinlər. İran liderin özünə məxsus xüsusiyyətləri var. O, yalan danışmır, təkrar danışmır, söhbətləri daim elmi, gələcəyə yönümlüdür və reallaşır. Dedikləri də həyata keçir. Dəfələrlə bu görsənmişdir. Onun sözləri dünya siyasətçiləri üçün önəmlidir və beynəlxalq hadisələrdə tez və birbaşa təsir qoyandır. Əlbəttə ki, onun bir çıxışı milyonlarla insanları hərəkətə gətirir. O cümlədən də Əhlüsünnə alimləri də Ayətullah Xamneyini tərifləyiblər. Doktor Muhammed Nimr özü Fələstində, Livanda müsəlman alimlərinin üzvidir. Ayətullah Xamneyi haqqında dediyi sözü budur ki, Ayətullah Xamneyi təkcə şiələrin yox, həm də Əhlüsünnənin də, bütün müsəlmanların rəhbəridir. O cümlədən də Müsəlman Alimləri Birliyinin İdarə Heyətinin sədri Şafii məzəbindən olan alimin dediyinə əsasən Ayətullah Xamneyi bütün İslam ümmətinin rəhbəridir. İraq Əhlüsünnə alimi Şeyx Xalid deyir, mən onunla bir neçə dəfə görüşmüşəm və onun haqqında dediyim söz budur. Hər kəs onunla bir yerdə əyləşsə, o insanın alimlərə məxsus xüsusiyyətlərə və vüqar sahibi olduğunu görər. Alimlərə məxsus sifətlər onda var. Sonda sözün belə bitirir. Bu sözləri sadəcə alimlər başa düşər. Ayətullah Xamneyi o cümlədən İranda və bütün dünyada yeganə liderdir ki, 2-ci Dünya müharibəsindən sonra Amerikaya və Amerikanın bazalarına hücum əmri vermişdir. Yəni, 2-ci Dünya müharibəsindən sonra heç kəs Amerika ilə açıq-aşkar mübarizəyə girişməmişdir. O isə açıq-aşkar çıxışlarında Amerikanı mübarizəyə səsləyir və dünyada yeganə liderdir ki, Amerika bazalarını vurmağa əmr etmişdir 2-ci Dünya müharibəsindən sonra. Müsəlman dünyasında yeganə şəxsdir ki, ölkə rəhbəri olmaqla yanaşı, həm də özü Ayətullah, Peyğəmbər əmmaması və Peyğəmbər libasını əyninə geyinmiş bir başçıdır. Müasir fətvaları atomla bağlı çox maraqlıdır. Yeganə dünyada ölkə rəhbəridir ki, atom silahını düzəltməyi haram və qadağan etmişdir. Çünki o, kütləvi qırğın silahlarını, insanları kütləvi sürətdə qıran silahları qəbul etmir və onu haram və qadağan etmişdir. Müasir dünyamızda Əhlüsünnə ilə qardaşlığa çox təkid edir və Əhlüsünnə və şiələr arasında ara vuranları düşmən, münafiqlərdən və imperialist qüvvələrin insanları nüfuz etmiş insanlardan biri kimi tez adlarını bəyan edir. Yəni, düşmənlər tərəfindən olan insanlardır ki, Sünni və şiə arasında qardaşlıq qırığını salırlar. Azərbaycan haqqında, Ayətullah Xamneyinin Azərbaycan haqqında maraqlı çıxışları var. Həm 1-ci Qarabağ savaşında, həm də 2-ci Qarabağ savaşında Ayətullah Xamneyi öz mövqeyini ortaya qoymuşdur. Ayətullah Xamneyi 1993-cü ildə Təbriz şəhərində insanlarla görüşündə, açıq auditoriyada, bütün dünyanın gözünün qabağında
Azərbaycan torpaqlarının işğal olduğunu, Ermənistanın işğalçı olduğunu və Azərbaycanın müsəlman xalqının məzlum olub zülm olunduğunu qeyd etmişdir. O cümlədən də 2-ci Qarabağ savaşında Azərbaycan torpaqlarının azadlığının Azərbaycan haqqı olduğunu qeyd etmişdir. Əlbəttə, bəzi şərtlər də qoymuşdur ki, geniş çıxışına baxa bilərsiniz. O cümlədən onun Azərbaycana 1-ci Qarabağ və 2-ci Qarabağ savaşında yardımları videolarda sosial şəbəkədə görə bilərsiniz. Azərbaycanın o vaxtki eks rəhbərliyi də bunu qeyd etmişdir. O, qaçqınların himayəsində, onları qorumaqda, onlara çadır düşərgə yerləşdirməkdə, hətta İran tərəfə keçənlərə beləsinə əl tutmaqda xüsusi köməklər etmişdir. 2-ci Qarabağ savaşında onun silah yardımını dəfələrlə eşitmişsiniz və mən özüm də bir neçəsinə şahid olmuşam, canlı şahidlərdən, etibarlı mənbələrdən. Biri də mərhum Hacı Şahinin dediyidir ki, 2-ci Qarabağ savaşında o Azərbaycana silah yardım etmişdir. Bunu əsasən ona görə vurğulamaq istərdim ki, İranda silah satışı ancaq və ancaq Ali Baş Komandan Ayətullah Xameneinin əmri ilə ola bilər. O icazə verməsəydi, Azərbaycana silahlar göndərilə bilməzdi. Və Ayətullah Xameneinin xüsusi olaraq Naxçıvanın blokadasında rolu danılmazdır. Bunu eks-prezident Heydər Əliyev, o cümlədən də ətrafında olan Naxçıvanda o vaxt olan məmurlar açıq-aşkar etiraf ediblər və ANS telekanalında da bu barədə videolara baxa bilərsiniz. Özü əslən Azərbaycanlı olsa da ümmətçilik təfəkküründə yaşayan insandır. İnsanlarla görüşdə Fars və Türkün və digərlərin qardaş olduğunu, müsəlman olduğunu vurğulamışdır. Amma eyni halda Azərbaycandan olan qadınlarla, İranın Azərbaycan bölgəsində olan qadınlarla görüşündə onları etdiyi tövsiyələrdən biri budur ki, uşaqlarınızla evdə Azərbaycan dilində danışın, türk dilində danışın. Uşaqlarınız məktəbdə fars dilini oxuyurlar. Əgər onlarla evdə Azərbaycan türk dilində danışsanız, məktəbdə də fars dilini öyrənsələr, iki dili öyrənmiş olarlar. Siyasi cəhətdən proqnozları öncə görməklərlə bağlı bunu deyə bilərik ki, bir neçə mövzularda indiyə qədər siyasi proqnoz vermişdir, hamısı düz çıxmışdır. Amerikanın İraq və Əfqanistanın işğalında məğlub olmağını qeyd etmişdir. Amerika İraqa və Əfqanistana işğal edəndə onların məğlub olacağını əvvəlcədən proqnozlaşdırmışdır. 2. Yaxın Şərqdə Amerika tərəfindən qurulan planların tezliklə iflasa uğrayacağını və müxtəlif planların hamısının məhv olacağını qeyd etmişdir. İndiyə qədər buna onlar müvəffəq ola bilməyiblər. 3. IŞİD-in yaradılmasında rolu olan Amerikanın, Avropanın, Qərb dövlətlərinin və terrorizmi himayə edənlərin bir gün IŞİD-in öz əli ilə də problem yaşayacağını, başlarına bəla olacağını qeyd etmişdir. IŞİD İraq və Suriyada bitirəndən sonra Avropada terrora başlamışdır. Onu öncədən gördüyü proqramlardandır. 4. Əsrin müqaviləsi İbrahim planı ilə tanınan Trumpın verdiyi planın iflasa uğradığını qeyd etmişdir. İndiyə qədər də heç biri alınmır. Ukrayna məsələsində açıq-aşkar Qərbin, Amerikanın axırda onları tək qoyacağını qeyd etmişdir, xəyanət edəcəyini vurğulamışdır və sonda əsas budur ki, onların köməyini ilğıma bənzətmişdir. Onlar heç də Ukrayna kömək etmirlər, ilğım insan kənardan baxanda su olduğunu zənn edir, yaxınlaşdıqda isə onun ilğım olduğunu görür. Bütün dövlətlər bunu bilməlidirlər, Amerikaya güvənmək olmaz. İndiyə qədər də Ukrayna məsələsində indi Ukraynanın prezidentinin öz etirafına əsasən onu tək qoyublar və torpaqlar da əldən getmişdir. O cümlədən korona ilə bağlı öncədən proqnoz vermişdir. Korona xəstəliyinin çox ehtimalla Amerikanın öz tərəfindən bioloji silah kimi düzəldilməsini qeyd etmişdir. Sonradan Amerika tərəfindən peyvənd olaraq verilən peyvəndləri də qəbul etməmişdir. Onların şübhəli olduğunu qeyd etmişdir. İndi hal-hazırda baxa bilərsiniz. Elon Musk açıq-aşkar öz tweetində yazmışdır ki, korona Amerika tərəfindən şübhəli bir xəstəlik kimi yayılmışdır. Onun müalicəsi üçün verilən peyvəndlər də özü başqa xəstəliklə yayılmağına təkan vermişdir. Bunu öncədən Ayətullah Xameneyi qeyd etmişdi. Üzüyünün qaşında həmişə taxtığı üzüklərdə Allaha güvəndiyini də belə qeyd edir. İnsanları zalimlara qarşı mübarizə aparmağa, zamanımızın fironlarına, yezidlərinə mübarizə aparmağa səsləyir. Xüsusilə Amerika və Qərb imperiyaslarına qarşı. Ayətullah Xameneyin üzüyündə yazılmış möhürü Rəbbim mə'iyyə, Rəbbim mənimlədir. Bu da Quran-ı Kərimin mübarək ayəsi hesab olunur ki, Musa Peyğəmbər hamısı qorxanda dediyi cümlə budur ki, qətiyyən qorxmayın, mənim Rəbbim mənimlədir, o mənə yol göstərəcək. Haqqında tanınmış şəxslərin, siyasətçilərin sözlərini diqqətinizə çatdırırıq. Ayətullah Xameneyi elə bir şəxsdir ki, bugün dünyada tanınmış və ictimai siyasi xadimlər onun haqqında sözlər deyiblər. Birinci ilə din xadimlərindən başlayaq. Ayətullah Seyyid Əli Sistani
Onun buyurduğuna əsasən mən hər gecə İslam İnqilabının ali rəhbərinə, İran xalqına dua edirəm. Çünki bu rəhbərin dünyaya nə kimi dəyişikliklər gətirdiyini bilirəm. Ayətullah Sistani buyurub, İran rəhbəri üçün dua etməyimin səbəbi odur ki, İslam İnqilabı və Şiə hökuməti məhv olarsa, Şiələrin dünyada heç bir statusu olmayacaq. İrandan gələn bəzi insanlar Ayətullah Sistaniyə, Ayətullah Xamneyi haqqında danışmaq istəyib, onu kinayə ilə pisləmək istəyəndə sözlərini yarıda qoyub Ayətullah Sistani buyurmuşdur. Vəzifəniz Ayətullah Xamneyə itaat etməkdir. Ayətullah Xamneyi xəstəxanada əməliyyat olunduğu vaxt öz şəxsi nümayəndəsini, qızının həyat yoldaşı Ayətullah Şəhristanini Ayətullah Sistaninin yanına göndərir, salamını və dualarını çatdırmışdır. Bu barədə videolar da var, baxa bilərsiniz. Tanınmış Ayətullah, alim, arif, əslən Azərbaycandan olan Ayətullah Fatiminiya öz çıxışında açıq-aşkar belə demişdir. Mən İmam Hüseyn minbərində, Allahın evində, xanım Fatimə-i Zəhra salamullah əleyhanın məclisində yəqin etməsəydim deməzdim. Nə demək istəyir? Eşidin. Bilin, agah olun. Hər kəs kiçik bir söz belə desə, nəticəsində Ayətullah Xamneyi zəiflətmək niyyəti olsa, bu fikirdə olsa, bilsin ki, Allah onu bağışlamaz və aqibəti yaxşı olmaz. O böyük kişi İslamın izzətidir, Zəhra balasıdır. Sonda belə deyir, Allah sən şahidsən ki, mən bir şey bilməsəm demərəm, bilirəm bir şey deyirəm. Ayətullah Fatimiyanı tanıyanlar bu sözün nə qədər əhəmiyyətli olduğunu başa düşə bilərlər. Dünyada tanınmış ictimai və siyasi xadimlərdən biri də BMT-nin keçmiş baş katibi Kofi Annandır. Kofi Annan İrana gələndə Ayətullah Xamneyi ilə görüşdən çıxandan sonra çox təsirlənmişdir və özü etiraf etmişdir ki, mən BMT-nin baş katibi olaraq dünyanın çox liderlərlə görüşmüşəm. Fransadan Jacques Chirac'la, o cümlədən də Qarbaçovla Rusiyada və Almaniyada Helmut Kohl kanslerlə görüşmüşəm. Amma məni heç kəs Ayətullah Xamneyə qədər təsirə salmamışdır. Onun xarizmatik şəxsiyyəti onlardan daha da üstündür. Və mən çox təəssüf edirəm ki, mən BMT-nin baş katibi ola-ola onun kimi mənəviyyata sahib deyiləm. Və o cümlədən də düşmənləri belə onu tərifləmişdilər. Ayətullah Xamneyə qarşı ən çox mübarizə aparan və onu pisləyən, haqqında təbliğat aparan Amerikanın keçmiş Xarici İşlər naziri Kondoliza Rice qaradərli bir qadın idi. İrana qarşı çox qatı fikirlərlə tanınırdı. Kondoliza Rice özü etiraf edir. Biz ən yaxşı planları cızırıq, ən çox büdcələri sərf edirik, ən yaxşı zamanları seçirik, ən yaxşı müdirləri icra edən insanları işə qoşuruq. Qurduğumuz planları İranın lideri Ayətullah Xamneyi bir saatda çıxışı ilə məhv edir. Hamısını darmadağın edir. O cümlədən də Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin, CIA-nin keçmiş əməkdaşı Raul Mark verdiyi məqalada İrana qarşı, Ayətullah Xamneyə qarşı düşmənçiliyini etiraf edəndən sonra özü belə deyir. İranın ali rəhbəri yaxın şərqdə İkinci Dünya müharibəsindən sonra ən müvəffəq bir rəhbərdir. Yaxın şərqin ən müvəffəq rəhbəri İkinci Dünya müharibəsindən sonra Ayətullah Xamneyidir. Onun çox yaxşı məharətləri var, güclü istedadı var və mən sizə əlimdə olan faktlarla, statistika ilə sübut edə bilərəm ki, İranın dini rəhbəri mütləq biləsiniz, Trumpdan üstündür. Onun əksidir. Onun iradəsini tərifləyir və özü də deyir ki, mən neçə illər onun haqqında oxuduqdan sonra bu qənaətə gəlmişəm. Ayətullah Xamneyə qarşı düşmənçilikdə ən çox olan, bilirsiniz, dəstələrdən biri də Siyonistlərdir və başda İsrail olmaqla. Siyonist analitik və media fəalı ki, özü Yəhudi, Siyonist olmayına baxmayaraq, özü etiraf edir. Adı Alon Mirzahidir. Ayətullah Xamneyi haqqında bunları deyir. O qoca, səbirli və müdrik bir şəxsdir. O, İsrailin ümumi tarixindən 9 il daha çox yaşayır. O, İsrailin ümumi tarixindən 9 il daha yaşlıdır. Onun yaşı İsraildən də çoxdur. Və İsraildən daha uzun ömürlü də ola bilər. Başqa bir sözündə bu yaxınlarda açıqlamasında bunu qeyd etmişdir. Ayətullah Xamneyi hal-hazırda əsrimizin Che Guevarasına çevrilməkdədir. O, bugün imperializmə qarşı mübarizə aparan, bəşəriyyəti nicat verən ən böyük şəxs kimi tanınır. Bir neçə ildən sonra çox keçməz görərsiniz. Qərbdə olan zamanlar geyindiyi köynəklərə Ayətullah Xamneyinin şəklini vurublar. Bu sözümü yadda saxlayın. Bu onun etirafıdır. Amerikada Carnegie fondunun üzvü haqqında kitab yazır.
Ayətullah Xamneyinin düşüncələrini analiz eləyir və gəldiyi qənaətdə onu tərifləyir. Deyir, o geriyə əyləşən rəhbər deyil, heç bir təzyiqin qabağında o geriyə çəkilən deyil. Tel Aviv Universitetinin İran mizinə məsul şəxs açıq-aşkar etiraf edir ki, Xamneyi çox hesablayıb iş görən insandır. Və son, Yaponiyanın keçmiş baş naziri Shinzo Abe Trumpın yazdığı məktublara Ayətullah Xamneyi cavab vermədiyinə görə öz əli ilə məktub gətirib Ayətullah Xamneyi ilə görüşüb ona təhvil vermək istəyir. Ayətullah Xamneyi o məktubu əlinə almır, açıb oxumur, Trumpı danışmağa, əlaqə qurmağa layiq şəxs bilmir. Shinzo Abe məktub əlində qalır, videosuna baxmısınız və təzədən görüşdən çıxır. Görüşdən çıxandan sonra Shinzo Abe bir açıqlama verir sosial şəbəkədə. Yaponiyadan olan bir vətəndaş öz baş nazirinin verdiyi açıqlamanın altında bu qeydi vurur. Ayətullah Xamneyi ki, Trumpın məktubunu oxumadı, o elə bir şəxsdir ki, Yaponiyanın belə bir rəhbəri yoxdur. Və o elə bir şəxsdir ki, ona qibdə olunmalıdır. Ayətullah Xamneyi həbsdə olanda, onunla həbsxanada bir otaqda olan, kommunist və ateist düşüncəsində olan, İranda hakimiyyəti qəbul etməyən şəxslərdən biri də Huşəng Əsədi adında bir nəfər də Amerikada yaşayır, kitab yazmışdır və ona sual verilir ki, Ayətullah Xamneyinin haqqında nə deyə bilərsiniz, necə adamdır? Onun dediyi cümlə budur. Mən kitabda yazdığım kimidir, ay kimidir, yəni ağdır, onda heç bir nöqsan yoxdur. Və Qərb dünyasında güya ailəsi ilə bağlı bəzi sözlər ki, deyilir, əksinə, indiyə qədər heç bir fakt, subut ailəsinin iqtisadi maliyyə məsələlərlə bağlı ortaya qoyulmamışdır. Hamısı böhtan və yalandan ibarətdir. Ayətullah Xamneyi dünyada yeganə liderdir ki, 6 övladına, 4 oğlu, 2 qız uşağı var, onlara qadağan etmişdir. Nə qədər ki, özü hakimiyyətdədir, rəhbərlikdədir, heç bir iqtisadi işlərə qarışmasınlar, heç bir dövlət vəzifəsini tutmasınlar. Və bu gün də övladları İranda, daha bilirsiniz, hansı ölkə rəhbərləri, hansı hesabları var, onu gizlətmək mümkün deyil. Daxildə və xaricdə. Media, sosial şəbəkə, internetdə bunları görmək olar. Amma onunla bağlı, hətta Carnegie fondu Amerikada etiraf edir ki, onun həyatında İran rəhbərinin heç bir iqtisadi və maliyyə fəsadı olmamışdır. Bunu Carnegie fondu onun haqqında çap etdiyi kitabda qeyd etmişdir. Son. Ayətullah Meşkini əslən Azərbaycandan, Ərdəbildən, Meşkin şəhərindəndir. Əli Meşkini kimi tanınır. Özü ondan olunan nəqlə əsasən buyurur ki, əgər zaman Ayətullah Xamneyi ilə yarışa girsə, müsabiqəyə girsə, Ayətullah Xamneyi öz zamanəsindən 100 il qabaqdadır. Bu da onun haqqındadır. Unutmayaq, bugünkü müasir dünyamızda Amerikada tanınmış Time jurnalında Ayətullah Xamneyinin adı dünya liderlərindən Putin, Xi Jinping və digərlərlə yanaşı çəkilməkdədir. Bu hal-hazırda müsəlman dünyasında böyük bir şəxslərdən biridir. Mənim bu araşdırmam illərlə, saatlarla mütaliələrimə əsaslanır və təkcə İrandan deyil, İrandan xaricdə olan, hətta ona düşmən mövqedə olan insanların etiraflarını yığmışam, faktlarına danışıram və bunu deməkdə mənim vəzifəm hansısa bir ölkənin rəhbərini tərifləmək yox, öz inancımıza əsasən bugün İmam Zaman əleyhissalamın tapşırdığı naibi olan müctehidlərdən, ayətullahlardan olan Ayətullah Xamneyini olduğu kimi isə tanıtdırmaq, xüsusilə bugün İslam düşmənlərinin, zalimların, Amerikanın, uşaq qatili İsrailin, imperialist qüvvələrin qabağında duran bir şəxsin haqqını əda etməkdən ötürü onu doğru düzgün sizə çatdırmaqdır. Allah Teala bizi, alimlərimizi yaxşı tanıyanlardan, sözünə qulaq asanlardan qərar versin.